İndi gör Siddiqətü Tahirə kitabına yazır. And içir müsənnif sənədin gətirir. Deyir, onda gördülər ki, kəfənin bəndi açıldı. Kəfənin bəndi açıldı. Xanım Fatimə qollarını açdı. Çətindir bu, çətindir bu. Qur'anda ayə var, Qur'anda ayə var. Musanın qövmi həlak oldular, öldülər, yenə dirildilər. Yenə dirildilər. Daha indi bu ayənin yeri dör ki, indi. Ayənin yeri dör ki, mən de durum bu izah eləyim sizə ki, məsələn, baxın Qur'ana görün. Öldülər və dirildilər, bəli. Allahın izni ilə rəcət var, qayıtmaq var və bu neçə dəfədə baş verib. Həzrəti Zəhra Fatimə qollarını açdı. İmam Hüseyin əleyhissalam bastı bax. İndi elə mən yenə sizə bir dənə xanım Fatimə ilə İmam Hüseyndən deyəcəm, amma Aşura günündən deyəcəm. Bilmirəm, bunu eşitmirsən yoxsa yox. İmam Hüseyin əleyhissalamı bilirsiniz də, Aşura günü tək şəhid eləmədilər ki. Şəhid oldu İmam Hüseyin. 12 qılın zərbəsi vurdu Şimr ibn Zilcövşən. 12. Yazıb, hamın tarix, səhifə, məqtəllər yazıb. 12 qılın zərbəsi özdə boynundan, boğazından da yox. Boynundan vurdu, İmam Hüseynin başını bədəndən ayırdı. Kifayətləndilər bundan xeyr. Göstəriş verdilər ki, İmam Hüseyin qarət olsun. Yüzlərlə yara alan bir insanın bədəninin libası nə olacaq onu qarət eləyirsə? Fikir ver, düşmənçiliyə bax. Nə olacaq? O qanlı köynək, o doğranmış köynək, o sirval deyərlər ərəblər. İndi biz şalvar onu tərcümə ediyor, amma əslində sirval şalvar deyir. O ərəblər ki, uzun köynək və yaxud əba geyərlər, əbanın altından nazik bir şey geyərlər, o ayıb örtməyə. Ayıb örtməyə. İndi gəliblər onu da götürsünlər. Köynəyi götürsünlər, qol barmağında üzüyü aparsınlar. Qarət eləyirlər. Onlardan biri, ya İmam Zaman kömək ol, mən bunu deyim. Mən bunu həmişə Aşura günü danışıram, başqa heç danışmıram bunu. Bir dənə Aşura günü, ildə bir dəfə bunu danışıram mən. Çünki Aşura gününün söhbətidir də. Gəlib hələ bir şey qarət elədi, köynək, üzük apardılar. O biri gəldi, yapışdı sirvalda. Həyava, abruva qurban olun Hüseyin. Deyir, İmam Hüseyin əleyhissalam, o başsız bədən əlin atdı, sirvaldan tutdu. O zalim ağanın sağ əlini kəsdi. Təzədən yapışdı sirvala, İmam Hüseyin sol əlini atdı. O zalim sol əli də kəsdi. Sol əli də kəsdi. Üçüncü dəfə sirvaldan yapışanda, bax qulaq as buna. Üçüncü dəfə sirvaldan yapışanda gördülər ki, o adam qışqıra qaçır, dəli olub, havalanıb, başı havalanıb. Əskərlər mühasirəyə aldılar, onu əhatəyə aldılar. Dedilər, nə oldu sana, sən birdən birə? Hüseynin əllərin kəsəndə bu cür olmadın. Nə oldu, nə baş verdi? Dedi, bir anlığa siz görmədiniz, mən gördüm. Mən ki, Hüseynin əlin kəsəndə bir tufan baş verdi. Bir anlığa gördüm ki, bir qara çadralı qadın dayanıb Hüseynin başı üstə. Gözündən yaş axır. Hüseyin də üzün çövürüb ona deyir ki, ana Fatimə, gör əziz balavı necə doğrayırlar.